Fe'l morfoloji xüsusiyyətlərinə aid olan testlərimizin izahı davam edir. 31-ci sual. Aparılmışdı sözünün morfoloji xüsusiyyətlərlə bağlı səhvi müəyyən edin. Sözün kökü apar. Apardan aparıl əmələ gəlir. Mış keçmiş zaman şəkilçisidir, dır da xəbərli şəkilçisidir. Təsdiqlədir, bəli, inkar şəkilçisi yoxdur, təsdiqlədir. Tərkibində leksik şəkilçisi var, düzəltmədir, bəli. Qayıdış növdədir, kimsə tərəfindən aparılmışdı. Kimsə tərəfindən aparılmışdı. Qayıdış, əgər kimsə tərəfindən aparılırsa, demək qayıdış növdə yox, məhsul növdədir. Çünki qayıdış növdə iş öz üzərində icra olunur. Xəbər şəklindədir, zaman şəkilçisi varsa xəbər şəklindədir, keçmiş zamandadır, mış keçmiş zamanın şəkilçisi. Cavabımız olur C variantı. 32-ci sual. Dilləndirdi fe'linin morfoloji xüsusiyyətlərlə bağlı səhvi müəyyən edin. Dil ismindən dillənmək fe'li, dillənmək fe'lindən dilləndirmək fe'li əmələ gəlir, di keçmiş zaman şəkilçisidir. Təsdiqlədir, inkar şəkilçisi yoxdur, təsdiqlədir, bəli. Xəbər şəklindədir, bəli, zaman şəkilçisi var, xəbər şəklindədir və burada keçmiş zamanın şəkilçisidir, düzdür. Məlum növdədir, bəli, məlumdur, özü dilləndirir. Üçüncü şəxsin təkindədir, o dilləndirdi, düzdür. Düzəltmə fe'ldir, ləndir, leksik şəkilçilərdir, düzdür. İcbar növdədir, xeyr, dedi, yaxın, məlum növdədir. Cavabımız olur Y variantı. 33-cü sual. Göndərilmədi fe'linin morfoloji xüsusiyyətlərlə bağlı səhvləri müəyyən edin. Sözün kökü göndər, göndərmək fe'lindən göndərilmək fe'li əmələ gəlir, mə inkarlıq şəkilçisidir, di keçmiş zamanın şəkilçisidir. Məhsul növdədir, kimsə tərəfindən göndərilmədi, bir doğru fikirdir. Üçüncü şəxsin təkindədir, o göndərilməlidir, iki də doğru fikirdir. Quruluşuna görə sadədir, sadə yox, düzəltmədir, çünki tərkibində leksik şəkilçisi var. Təsdiqdə yox, inkardadır, çünki tərkibində mə inkar şəkilçisidir. Keçmiş zamandadır, doğru fikirdir. İdi köməkçi sözü ilə işlənmişdir, di burada zaman şəkilçisidir. İdi köməkçi sözü deyil, bu yanlışdır. Demək, bizdən də səhvləri istəyirdi. Səhv fikirlər olur 3, 4 və 6. Yəni cavabımız olmalıdır B variantı. 34-cü sual. Yandırılacaq sözünün morfoloji xüsusiyyətlərlə bağlı səhvi müəyyən edin. Yanmaqdan yandırmaq, yandırmaqdan yandırılmaq əmələ gəlir, acaq qəti gələcək zamanın şəkilçisidir. Il məhsul növün şəkilçisidir, kimsə tərəfindən yandırılacaq, bəli. Sözün kökü fe'ldir, bəli, yan fe'ldir. Tərkibində leksik şəkilçisi var, düzəltmədir. Dır icbar növün şəkilçisidir, yanlışdır. Sözdə əgər iki dənə növ şəkilçisi görürüksə, ikinci gələn, yəni sonuncu gələni götürməliyik. Burada icbar növdə yox, məhsul növdədir. D variantı yanlışdır. Acaq qəti gələcək zaman şəkilçisidir, bu da doğru fikirdir. Cavabımız olur D variantı. 35-ci sual. Ağlaşdıq fe'linin morfoloji xüsusiyyətlərlə bağlı səhvi müəyyən edin. Sözün kökü ağla, ağladan ağlaş əmələ gəlir. D keçmiş zaman şəkilçisidir, Q da şəxs sonluğudur. Məlum növdədir, fikri yanlışdır, birgəlik növdədir. Burada Ş qarşılıq birgəlik növün şəkilçisidir və iş birgə formada icra olunur. Təsdiqlədir, bəli, inkar şəkilçisi yoxdur, demək ki, təsdiqlədir. Tərkibində leksik şəkilçisi var, düzəltmədir. Keçmiş zamandadır, bəli, D keçmiş zamanın şəkilçisidir və zaman şəkilçisi varsa xəbər şəklindədir. Cavabımız olur A variantı. 36. Biçincilər taxılın içində qatarlaşmışdılar cümləsində altından xətt çəkilmiş sözün morfoloji xüsusiyyətlərlə bağlı səhvi müəyyən edin. Qatar, qatarlaşmış, keçmiş zaman şəkilçisi, D idi hissəci, lar, şəxs sonluğu. Xəbər şəklindədir, zaman şəkilçisi var, demək ki, xəbər şəklindədir. Bu doğru fikirdir. Təsdiqdədir, inkar şəkilçisi yoxdur, təsdiqdədir, düzdür. Məhsul növdədir, məhsul yox, məlum növdədir. Burada xüsusi növ şəkilçisi yoxdur. Düzəltmə fe'ldir, düzdür. İsimdən düzəlib, düzdür. Üçüncü şəxsin cəmindədir. Onlar qatarlaşmışdılar. Bu da düzgün. Cavabımız olur C variantı. 37. Lövhə tərtəmiz silinmişdi cümləsində altından xətt çəkilmiş sözün morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Silməkdən silinməyə əmələ gəlir. Miş keçmiş zaman şəkilçisidir. Di də idi hissəci idi. Di şəxs şəkilçisidir. Yanlışdır. Burada di şəxs şəkilçisi yox, idi hissəciyinin qısaldılmış formasıdır. Tərkibində leksik şəkilçisi var, düzəltmədir. Kimsə tərəfindən silinmişdir lövhə, məhsul növdədir. Təsdiqdədir, bəli, inkar şəkilçisi yoxdursa təsdiqdədir. Xəbər şəklindədir, bəli, zaman şəkilçisi varsa demək ki, xəbər şəklindədir. Cavabımız olur A variantı. 38. Bağlamışdım fe'linin morfoloji xüsusiyyətlərlə bağlı səhvi müəyyən edin. Demək, bağdan bağlamaq əmələ gəlir. Mış keçmiş zaman şəkilçisi, D idi hissəci, M da şəxs sonluğudur. Məlum növdədir.
Bəli, xüsusi növ şəkilçisi yoxdur, burada məlum növdədir. Təsdiq feildir. İnkar şəkilçisi yoxdur, demək ki, təsdiq feildir. Xəbər şəklində, bəli, xəbər şəklindədir. Çünki zaman şəkilçisi var. İmiş köməkçi sözü işlənmişdir. Bax, bu yanlışdır. Burada idi köməkçi sözü işlənibdir. Mış burada zaman şəkilçisidir. İdi hissəciyinin qısaldılmış formasıdır. Quruluşca düzəltmə feildir. Doğru fikirdir. Keçmiş zaman şəkilçisidir. Bu da doğru fikirdir. Cavabımız olur C variantı. Növbəti 39-cu sual. Tərifləməzdim sözünün morfoloji xüsusiyyətlərlə bağlı səhvi müəyyən edin deyir. Tərif ismindən təriflə feil əmələ gəlir. M inkarlıq şəkilçisidir. Əz qeyri-qəti gələcək zaman şəkilçisidir. D idi hissəciyinin qısaldılmış formasıdır. M da şəxs sonluğudur. İsimdən düzəlmiş feildir. Tərif ismindən tərifləmək feil əmələ gəlir. Bu doğru fikirdir. İnkardadır. Bəli, M inkarlıq şəkilçisidir. Bu da doğrudur. Xəbər şəklindədir. Əz zaman şəkilçisidir. Bu da doğru fikirdir. Keçmiş zamanda deyil. Burada əz nədir? Gələcək zaman, qeyri-qəti gələcək zamanın şəkilçisidir. Düzdür, birinci şəxsdədir, amma keçmişdə yox, gələcək zamandadır. Məlum növdədir, fikri də doğrudur. Cavabımız olur D variantı. 40. Yaxşılaşıbdır feilinin morfoloji xüsusiyyətlərlə bağlı düzgün fikirləri müəyyən edin. Sözün kökü yaxşı sifəti, yaxşı sifətindən yaxşılaş feil əmələ gəlir. İb keçmiş zaman şəkilçisidir. Dır da şəxs sonluğudur. Feilin təsriflənməyən formasındadır, yanlışdır. Bu feilin təsriflənən formasıdır, xəbər şəklindədir. Bir yanlış, keçmiş zamandadır. Bəli, ıb keçmiş zamanın şəkilçisidir, 2 doğrudur. Xəbər şəklindədir, bəli, və təsdiqdədir, doğrudur. Qarşılıq birgəlik növdədir, qarşılıq birgəlik yox, məlum növdədir. Çünki burada qarşılıq birgəlik növün şəkilçisi yoxdur. Feili bağlamadır, yanlış fikirdir. Ib burada zaman şəkilçisidir. Ibdan sonra dır artıra bilirsə, o zaman şəkilçisidir. Artıra bilməsəydik, o olardı feili bağlama şəkilçisi. Sifətdən düzəlmiş feildir. Bəli, yaxşı sifətindən yaxşılaşmaq feili düzəlir. Demək, cavabımız olmalıdır 2, 3, 6 D variantı. 41-ci sual. Məktubu vaxtında çatdırmışdım. Feilin morfoloji xüsusiyyətlərlə bağlı səhvləri müəyyən edin. Çatmaqdan çatdırmaq əmələ gəlir. Mış keçmiş zaman şəkilçisi, D idi hissəciyi, M da şəxs sonluğudur. Demək, təsdiqdədir. Bəli, inkar şəkilçisi yoxdur, təsdiqdədir. İcbar növdə deyil. Özüm çatdırmışam, məlum növdədir. Tərkibində 2 leksik şəkilçisi var, 2 yox, 1 dənə leksik şəkilçisi var. Birinci şəxsin təkindədir. Bəli, mən çatdırmışdım, doğru fikirdir. Xəbər şəklindədir, bəli. Çünki mış burada zaman şəkilçisidir, demək xəbər şəklindədir. İdi köməkçi sözü ilə işlənmişdir. Bəlidir, burada idi köməkçi sözüdür, düzdür. Düzəltmə feildir, bəlidir, burada nədir? Leksik şəkilçisidir, demək ki, düzəltmə feildir. Cavabımız olur A variantı 2, 3. 42-ci sual. Yazmalıyammış sözünün morfoloji xüsusiyyətlərlə bağlı səhvi müəyyən edin. Sözün kökü yaz, malı feilin vacib şəklinin şəkilçisidir. Y bitişdirici samitdir, am şəxs sonluğudur, mış da imiş hissəciyinin qısaldılmış formasıdır. Malı feilin vacib şəklinin şəkilçisidir, bu doğru. Mış feilin keçmiş zaman şəkilçisidir. Bax, bu yanlışdır. Çünki bir sözdə feilin 2 şəkli olmur. Malı var, bu söz feilin vacib şəklindədir. Mış burada zaman şəkilçisi yox, imiş hissəciyidir. Am şəxs şəkilçisidir, doğrudur. Yaz sözün kökü feildir, doğrudur. Məlum növdədir, bu da doğrudur. Cavabımız olur B variantı. Yaşatmalıyıq sözünün morfoloji xüsusiyyətlərlə bağlı səhvi müəyyən edin. Yaş ismindən yaşamaq feili, yaşamaq feilindən yaşatmaq feili əmələ gəlir. Malı vacib şəklinin şəkilçisi, y bitişdirici samitdir. İq da birinci şəxsin cəminin şəxs sonluğudur. Düzəltmə feildir, bəli, tərkibində leksik şəkilçisi var, düzəltmə feildir. Sözün kökü yaş sifəti yox, burada sözün kökü yaş ismidir. Demək, B variantı yanlışdır. Təsdiqdədir, bəli. Mal-məli şəkilçisi var, vacib şəklindədir və məlum növdədir. Cavabımız olur B variantı. 44-cü sual. Belələrinə çox təsadüf edilir cümləsindəki feilin morfoloji xüsusiyyətlərlə bağlı səhvi müəyyən edin. Təsadüf edilir feilimizdir. İndiki zamandadır. Bəli, edilir, ir indiki zamandadır. Mürəkkəb feildir. Bəli, düzdür. Məlum növdədir. Məlum növdə yox, kimsə tərəfindən təsadüf edilir. Və burada mübtəda da yoxdur cümlədə. Əgər ıl, il, ul, ül, ın, in, un, ün şəkilçili feil varsa, həmin cümlədə mübtəda yoxsa, demək bu şəxssiz növdür. Təsəvvür də eləyə bilmirik. Məlum növ yox, şəxssiz növ feildir. Xəbər şəklindədir, zaman şəkilçisi var, xəbər şəklindədir, doğrudur. Üçüncü şəxsin təkindədir. Bəli,
Üçüncü şəxsin təkindədir, fikirdə doğrudur. Cavabımız olur C variantı. 45-ci sual. Məktub oxunubdur cümləsində altından xətt çəkilmiş sözün morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Oxumaq feilindən oxunmaq feil əmələ gəlir. U keçmiş zaman şəkilçisi, dur şəxs sonluğudur. N qayıdış növ şəkilçisidir. Qayıdış növü yox, məhsul növüdür. Çünki məktub kimsə tərəfindən oxunur, öz-özünə oxunmur. Oxu sözün köküdür, doğrudur. U keçmiş zaman şəkilçisidir, doğrudur. Dur şəxs şəkilçisidir, təsdiqdir, doğrudur. Demək cavabımız oldu A variantı. 46-cı sual. Oxuyurdu feilinin morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Oxu sözün köküdür, y bitişdirici, ur indiki zaman şəkilçisidir, du idi hissəsi idi. Xəbər şəklindədir. Zaman şəkilçisi var, demək ki, xəbər şəklindədir, doğrudur. Təsdiqdədir, doğrudur. Üçüncü şəxsin təkindədir, o oxuyurdu, doğrudur. Keçmiş zamandadır, fikri yanlışdır. İndiki zamandadır. Ir burada indiki zaman şəkilçisidir, du idi hissəsi idi. Məlum növdədir, fikir də doğrudur. Cavabımız olur D variantı. 47. Bilirsənsə sözünün morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyən edin. Bil sözün köküdür, ir indiki zaman şəkilçisidir, sən şəxs sonluğudur, sə isə hissəciyidir. Sadədir, düzdür. Ir indiki zaman şəkilçisidir, düzdür. Sən şəxs şəkilçisidir, düzdür. Sə şərt şəklinin şəkilçisi yox, sə isə hissəciyidir. Sə əgər şərt şəklinin şəkilçisi olsaydı, biz həmin o sədən əvvəl mamə işlədə bilərdik. Bilirsənməsə deyə bilmərik. Təsdiqlədi, fikri də doğrudur. Cavabımız olur D variantı. 48. Eşitdim və eşitdirdim feilləri haqqındakı fikirlərdən biri səhvdir. Demək, eşit sözün kökü di zaman şəkilçisi m şəxs sonluğu. Eşit, eşitdirmək di yenə zaman şəkilçisi m şəxs sonluğudur. Hər ikisi cümlənin feili xəbəri olur. Bəli, feil isə demək hər ikisi cümlənin feili xəbəri olur. Bu doğru fikirdir. Eşitdim sadə, bəli sadədir, eşitdirdim düzəltmədir, doğrudur. Hər ikisi eyni şəxsdədir. Mən eşitdim, mən eşitdirdim, doğrudur. İdi köməkçi sözü ilə işlənib yanlışdır. Burada ikisində də di zaman şəkilçisidir, idi hissəci deyil. Hər ikisi təsriflənəndir, bu da doğrudur. Cavabımız oldu D variantı. 49. Yaşatdım və yaşatdırdım. Yaş ismindən yaşamaq feili, yaşamaq feilindən yaşatmaq feili əmələ gəlir. D keçmiş zaman şəkilçisi m şəxs sonluğudur. Yaşatdırdım. Yaş ismindən yaşamaq feili, yaşamaq feilindən yaşatmaq feili, yaşatmaq feilindən yaşatdırmaq feili əmələ gəlir. D keçmiş zaman şəkilçisi m şəxs sonluğudur. Səhv istəyir bizdən. Hər ikisi təsriflənəndir. Bəli, hər ikisi xəbər şəklində olan feildir, demək ki, təsriflənəndir. Hər ikisi düzəltmədir. Hər ikisinin tərkibində leksik şəkilçisi var, demək ki, düzəltmədir. Hər ikisi keçmiş zamandadır. Bəli, D hər ikisində keçmiş zamanın şəkilçisidir. Hər ikisi cümlənin feili xəbərdir, bəli. Əgər feildən ifadə olunubsa, feili xəbərdir. Hər ikisi məlum növdədir. Yaşatdım. Mən yaşatdım. Bu məlumdur, amma yaşatdırdım. Kimsə tərəfindən yaşatdırdım. Bu artıq nədir? İcbar növdədir. Demək cavabımız olmalıdır. Y variantı. 50-ci sual. Təəssüfləndirirdi sözü ilə bağlı səhvi müəyyən edin. Təəssüf ismindən təəssüflənmək feili, təəssüflənmək feilindən təəssüfləndirmək feil əmələ gəlir. İr indiki zaman şəkilçisidir, di idi hissəcidir. Feildən düzələn feildir. Təəssüflənmək feilindən təəssüfləndirmək feil əmələ gəlir. Bu doğrudur. İcbar növdədir, özü təəssüfləndirir. İcbar növdə yox, bu məlum növdədir. B variantı yanlışdır. Xəbər şəklindədir, bəli, zaman şəkilçisi varsa xəbər şəklindədir. İr indiki zamanın şəkilçisidir, doğrudur. Düzəltmə feildir, bəli, lən, dir, leksik şəkilçilərdir, doğrudur. Üçüncü şəxsin təkindədir, o təəssüfləndirirdi, bu da doğrudur. Demək cavabımız olur B variantı. 51. Düzəltmişdim sözü ilə bağlı səhvi müəyyən edin. Düz sifətindən düzəlmək feili, düzəlmək feilindən düzəltmək feili əmələ gəlir. Miş keçmiş zaman şəkilçisidir, di idi hissəci idi, m da şəxs sonluğudur. Düzəltmə feildir, bəli, tərkibində leksik şəkilçisi var, düzəltmə feildir və təsdiqdədir, doğrudur. Sözdə bir leksik şəkilçisi işlənmişdir, bir leksik şəkilçisi yox, burada iki leksik şəkilçisi işlənibdir. Demək, bir variant yanlışdır. Xəbər şəklindədir, bəli, mış zaman şəkilçisidir və keçmiş zamanın şəkilçisidir. Məlum növdədir, bəli, feildən düzəlmiş feildir, bəli, düzəlmək feilindən düzəltmək feili əmələ gəlir. Sözün kökü düz sifətidir, amma biz sözün nədən əmələ gəldiyini bilmək üçün axırıncı leksik şəkilçisidən əvvələ baxmalıyıq. Cavabımız olur B variantı. 52-ci sual. Yuyundu və yuyuldu feillərlə bağlı səhvi müəyyən edin.
Yumaqdan yuyunmaq əmələ gəlir, du keçmiş zaman şəkilçisi. Yumaqdan yuyulmaq əmələ gəlir, du yenə keçmiş zaman şəkilçisidir. Hər ikisi məhsul növdədir, xeyr. Yuyundu, qayıdış növdədir, özü yuyunur, yuyuldu, məhsul növdədir. İkisi də quruluşca düzəltmədir, bəli. Hər ikisi feilin xəbər şəklindədir, zaman şəkilçisi varsa xəbər şəklindədir, doğrudur. Hər ikisi təsdiqdədir, inkar şəkilçisi yoxdur. Hər ikisi keçmiş zamandadır, bəlidir. Hər ikisində keçmiş zaman şəkilçisidir. Cavabımız olur A variantı. Daha sonra 53-cü sual. Bağlamışdım və bağlanmışdı feillərlə bağlı səhvi müəyyən edin. Bağdan bağla əmələ gəlir. Mış keçmiş zaman şəkilçisi, d idi hissəciyi, mış şəxs sonluğu. Bağ, bağla, bağlan, yenə mış zaman şəkilçisi, d idi hissəciyidir. Hər ikisi məlum növdədir. Bağlamışdım məlum növdədir, amma bağlanmışdı, kimsə tərəfindən bağlanmışdı, bu məhsul növdədir. Deməklə səhv A variantıdır. Quruluşca düzəltmədir, bəli, tərkibində leksik şəkilçisi var, düzəltmədir. Xəbər şəklindədir, ikisinin də tərkibində mış, zaman şəkilçisi var, xəbər şəklindədir. İdi köməkçi sözü ilə işlənmişdir, bəli, mış zaman şəkilçisidir, ikisində də d da idi hissəciyidir. Mış keçmiş zamandır, bu da doğrudur. Cavabımız olur A variantı. Təmizləməzdim və təmizlənməzdi feillərlə bağlı səhvi müəyyən edin. Təmiz sifətindən təmizlə feil əmələ gəlir. M inkarlıq şəkilçisi, əz qeyri qəti gələcək zaman şəkilçisi, d idi hissəciyidir, m şəxs sonluğudur. Təmizlənməzdir. Təmiz sifətindən təmizləmək feili, təmizləmək feilindən təmizlənmək feil əmələ gəlir. M inkarlıqdır, əz qeyri qəti gələcək zaman şəkilçisidir, d idi hissəciyidir. Hər ikisi inkardadır. Bəli, hər ikisi inkarda olan feillərdir, düzdür. Kökü sifət olan feillərdir. Bəli, ikisinin də kökü təmiz sifətidir, düzdür. Hər ikisi məlum növdədir. Təmizləməzdir, məlum növdədir. Amma təmizlənməzdir, kimsə tərəfindən təmizlənməzdir. Bu icbar növdədir. Daha doğrusu, üzr hesab edin, məhsul növdədir. Xəbər şəklindədir, ikisində də zaman şəkilçisi var. Əz, ikisində də zaman şəkilçisidir, demək ki, xəbər şəklindədir. İdi köməkçi sözü ilə işlənmişdir, bu da doğru fikirdir. Cavabımız olur C variantı. 55. Həsən bəy Zərdabinin zəngin ictimai-siyasi fəaliyyəti hələ lazımınca öyrənilməmişdir. Cümləsində feilin izahındakı səhvi öyrənilməmişdir. Öyrənmək feilindən öyrənilmək feil əmələ gəlir. Mə inkarlıq şəkilçisidir. Miş keçmiş zaman şəkilçisidir də şəxs sonluğudur. Üçüncü şəxsin təkindədir. O öyrənilməmişdir. Bu doğru. Məhsul növdədir. Kimsə tərəfindən öyrənilməmişdir və inkardadır. Doğru. Bir leksik, 3 qrammatik şəkilçisi var. Doğru. Keçmiş zamandadır. Miş keçmiş zaman şəkilçisidir. Doğru. Düzəltmə feildir. Qayıdış növdədir deyir. Düzəltmə olduğu doğrudur, amma qayıdış növdə deyil. Çünki kimsə tərəfindən öyrənilir. Məhsul növdədir. Cavabımız olur Y variantı. 56. Anasının axırıncı sözləri onu ayıltdı. Cümləsində feilin izahındakı səhvi müəyyən edin. Demək, ayılmaqdan ayıltmaq əmələ gəlir. D da keçmiş zaman şəkilçisidir. Düzəltmə feildir, düzdür. İndiki zamanda yox, keçmiş zamandadır. Təsdiqdədir, düzdür. Üçüncü şəxsin təkindədir. O ayıltdı, düzdür. Məlum növdədir, bu da düzdür. Cavabımız olur B variantı. 57. Gözəl saçları kəstirməzlər cümləsindəki feilin izahındakı səhvi müəyyən edin. Kəsməkdən kəstirmək əmələ gəlir. M inkarlıq şəkilçisidir. Əz qeyri qəti gələcək zaman şəkilçisidir. Lər də şəxs sonluğudur. İcbar növdədir. Kimə isə kəstirməzlər. Doğrudur. Tərkibində 2 qrammatik şəkilçisi vardır. 2 yox, 3 dənə qrammatik şəkilçisi var. Səhv budur. İnkardadır, bəli. M orada inkarlıq şəkilçisidir. Əz qeyri-qəti gələcək zaman şəkilçisidir və zaman şəkilçisi varsa demək ki, xəbər şəklindədir. Doğru cavabımız olur B variantı. 58. O son zamanlar xeyli düzəlmişdi cümləsindəki feillə bağlı səhvi müəyyən edin. Demək, düz sifətindən düzəlmək feil əmələ gəlir. Miş keçmiş zaman şəkilçisidir. Didə idi hissəciyidir. Keçmiş zamandadır, düzdür. Xəbər şəklindədir, düzdür. Məlum növdədir, düzdür. Feildən düzələn feildir, bu yanlışdır. Düz sifətindən düzəlmək feil əmələ gəlir. Al, əl şəkilçisi feillərə yox, adlara artırılır. D, idi köməkçi sözünün qısaldılmış formasıdır. Bəli, burada mış zaman şəkilçisidir. D, idi hissəciyidir. 59. Bildirilməmişdir. Bilməkdən bildirmək, bildirməkdən bildirilmək əməli gəlir. Mə inkarlıq şəkilçisidir. Miş keçmiş zaman şəkilçisidir. D, idi hissəciyidir. Burada bizdən deyir, feilinin izahındakı səhvi müəyyən edin. Demək, təsriflənən feildir. Bəli, təsriflənən feildir. Düzəltmə feildir. Düzdür. Bildirilməmişdir. Kimsə tərəfindən bildirilməmişdir. Düzdür. Dır leksik şəkilçisidir. Düzdür.
feildən düzəlib. Bəli, bildirmək feilindən bildirilmək feil əmələ gəlibdir. Məinkar di zaman şəkilçisidir. Məinkar da amma di burada zaman yox, idi hissəsi idi. Çünki zaman şəkilçisi ondan əvvəl gələn miş şəkilçisidir. 60-cı sual. Tək başına vuruşarıqsa həyatı dəyişdirə bilmərik cümləsindəki altından xətt çəkilmiş sözün təhlilindəki səhvi müəyyən edin. Vuruşarıqsa, vurmaqdan vuruşmaq əmələ gəlir. Ar qeyri-qəti gələcək zaman şəkilçisi, şəxsonluğu sada isə hissəciyidir. Təsdiqdədir, doğrudur. Qarşılıq növdədir, vuruşarıq, doğrudur. Şərt şəklindədir, bu yanlışdır. Burada sağ şərt şəklinin şəkilçisi deyil, isə hissəciyidir. Çünki bu sözdə ar daha öncə gəlir, bu da xəbər şəklindədir. Feildən yaranmışdır, vurmaq feilindən vuruşmaq feil əmələ gəlir. Ar da gələcək zaman şəkilçisidir. Cavabımız olur C variantı. 61-ci sual. Belə oxumaqla heç nəyə nail olmayacaq cümləsində altından xətt çəkilmiş sözün təhlilindəki səhvi müəyyən edin. Demək, oxumaqla. Təsdiqdədir, bəli, təsdiqdədir, məlum növdədir, düzdür. Tərkib yarada bilməmişdir. Heç nəyə nail olmayacaq. Nə ilə belə oxumaqla? Xeyr, tərkib yaradıbdır. Oxumaq məsdərdir. Özündən əvvəlki sözdə özünə tabe eləyib və tərkib əmələ gətiribdir. Demək, C yanlışdır. İlə qoşması ilə işlənib, bəli, oxumaq ilə düzdür. Məsdərdir, bu da düzdür. Cavabımız olur C variantı. 62-ci sual. O meyvə yeməlidir cümləsində işarələnmiş sözlə bağlı doğru fikri müəyyən edin. O meyvə nə etməlidir, yeməlidir. Burada nə etməlidir sualını veririk. Nə etməlidir sualını veririksə, demək nədir? Vacib şəklində olan feildir. Yox, əgər odan sonra vergül olmasaydı, yəni o şəxs əvəzliyi yox, işarə əvəzliyi olsaydı, o zaman o meyvə yeməlidir. Necədir? Bu zaman vacib şəklində olan feil kimi yox, feili sifət kimi, yəni feilin təsdiqlənməyən forması kimi düşünə bilərdik. Cavabımız olur B variantı. 63. Nümunədəki feillərlə bağlı səhv fikri müəyyən edin. El kəsib qarşımı buradaca sordu. El kəsib qarşımı buradaca sordu. Gözdən yaş çıxarmı? Ürək yanmasa. Bizə nə istəyir? Səhv fikirlər istəyir. Xəbər və şərt şəklindədir. El kəsib qarşımı buradaca sordu. Xəbər şəklindədir. Gözdən yaş çıxarmı? Yenə xəbər şəklindədir. Yanmasa. Bu da nədir? Şərt şəklindədir. A doğrudur. Sonra. Həm təsdiq, həm də inkarda olanı var. Məsələn, yanmasa inkardır, sordu, təsdiqdir. Bu da doğrudur. Hamısı quruluşca sadədir. Hamısı quruluşca sadədir. Bəli, sadədilər. Hamısı təsriflənən feildir. Bax, bu yanlışdır. Çünki el kəsib, el kəsərək. İb şəkilçisini, araq-ərək şəkilçisindən əvəz eləyiriksə, o nədir? Zaman şəkilçisi yox, feilin təsriflənməyən forması olan feili bağlamanın şəkilçisidir. Məlum növdədir, bu fikir də doğrudur. Cavabımız olur D variantı. 64. Atılırdı, düzülərdi, sıxılmaz feillərin üçünə də aid olan xüsusiyyəti müəyyən edin. Atmaqdan atılmaq əmələ gəlir. Öyrəndiki zaman şəkilçisi D idi hissəciyi. Düzməkdən düzülmək, qeyri-qəti gələcək zaman şəkilçisi D idi hissəciyi. Sıxmaqdan sıxılmaq əmələ gəlir. İnkarlıq az da qeyri-qəti gələcək zaman şəkilçisidir. Müxtəlif şəxslərdədir. O atılırdı, o düzülərdi, o sıxılmaz. Müxtəlif şəxslərdə deyil. Eyni şəxsdədir, üçüncü şəxsdədir. Hamısı həm məhsul, həm də qayıdış növdə işlənə bilər. Atılırdı. Məsələn, top atılırdı, məhsul növdə. Əskər irəli atılırdı, qayıdış növdədir. Düzülərdi. Qablar düzülərdi, kimsə tərəfindən düzülərdi, məhsul növdə. Bir də əskərlər düzülərdi, bu isə qayıdış növdədir. Sıxılmaz. Məsələn, nar sıxılmaz, məhsul növdə. Ürəyim sıxılmaz, qayıdış növdə. Həqiqətən də hər birini həm məhsul, həm də qayıdış növdə işlədə bildik. Cavabımız onda elə olur B variantı. Hər üçü eyni zamandadır, atılırdı indiki, düzülərdi gələcək, sıxılmaz gələcək zamanda. Demək, eyni zamanda deyil. Quruluşca sadə feillərdir. Xeyr, burada hamısı quruluşca düzəltmədir. Feilin müxtəlif şəkillərindədir. Hər birində zaman şəkilçisi var, zaman şəkilçisi varsa hər biri xəbər şəklindədir. Demək, cavabımız olur B variantı. 65. İşarələnmiş feillərlə bağlı klasteri tamamlayın. Bir yandan boşalır, bir yandan dolur, sirrini verməyir, sirdaşa dünya. Demək, sadə təsriflənən feillərdir, bu düzdür. Xəbər şəklindədir, bu da düzdür. Quruluşca düzəltmədir, məsələn, dolur, sadədir. Müxtəlif zamanlardadır, dolur, verməyir, nədir?
İkisi də indiki zamandadır. A deyil cavabımız, B deyil, məlum növdədir. Bəli, bunlar nədir? Dolur və vermir. Sadə feillər isə məlum növdədir. Təsdiqdədir, vermir, inkardadır. Şəxs şəkilçisi ixtisar olunubdur. Bir yandan boşalır, bir yandan dolur. Burada şəxs şəkilçisi yoxdur. Sirrini verməyir. Sirdaşa dünya. Şəxs şəkilçisi yoxdur, işlənmir. Amma ixtisar olunubdur fikri yanlışdır. Demək cavabımız olur C variantı. 66. Hansı fikir verilmiş cümləni tamamlaya bilər? Tərkibində ıl şəkilçisi olan feil demək cümləni tamamlaya bilər deyir. Il şəkilçisi varsa bu nədir? Feildən düzələn feil. Çünki ıl feillərə artırılır. Cavabımız olmalıdır C variantı. 67. Hansı fikir verilmiş cümləni tamamlaya bilər? Tərkibində ış şəkilçisi olan feil iş şəkilçisi olan feil nədir? Bu da feildən düzələn feil. İş şəkilçisi feildən feil düzəldir. 68-ci sual. Feillərinə aid səhv fikir müəyyən edin. Düzlük, düz sözün kökü dü, keçmiş zaman şəkilçisi kir şəxs sonluğu. Düzməkdən düzdürmək əmələ gəlir dü, keçmiş zaman şəkilçisi kir şəxs sonluğu. Birinci sözün kökü sifət, elə bax bu yanlışdır. Düzlük nə etdik? Feildir. Kökü sifət deyil. Birinci feil məlum növdədir. Bəli, biz düzdük məlum növdədir və birinci şəxsin cəmindədir. Doğru fikirdir. İkinci feil icbar növdə kiməsə düzdürdük və təsdiqdədir. Doğru fikirdir. İkinci feilin tərkibində həm leksik, həm də qrammatik şəkilçisi vardır. Bəli, doğru fikirdir. Hər iki feil xəbər şəklindədir. Zaman şəkilçisi varsa, demək ki, xəbər şəklindədir. 69. Göründü və görüldü feilləri haqqındakı fikirlərdən biri səhvdir. Görməkdən görünmək əmələ gəlir, dü keçmiş zaman şəkilçisi. Görməkdən görülmək əmələ gəlir, dü keçmiş zaman şəkilçisidir. Hər iki feilin xəbər şəklindədir. Bəli, zaman şəkilçisi var, demək ki, xəbər şəklindədir. Hər ikisi təsdiqdədir. Bəli, quruluşca düzəltmədir. Bəli, doğru fikirdir. Hər ikisi məhsul növdədir. Göründü, məsələn, qız göründü. Bu məhsul növdə yox, qayıdış növdədir. Amma görüldü, iş kimsə tərəfindən görüldü. Bu məhsul növdə olar. Hər ikisi cümlənin feili xəbəri olur. Bəli, feil isə demək feili xəbəri olur. Hər ikisi keçmiş zamandadır. Bu da doğrudur. Cavabımız olur C variantı. 70. Döyünür və döyülür feilləri haqqındakı fikirlərdən biri səhvdir. Döyməkdən döyünmək əmələ gəlir, ür indiki zaman şəkilçisi. Döyməkdən döyülmək əmələ gəlir, ür yenə indiki zaman şəkilçisidir. Səhv istəyir bizdən. Hər ikisi təsdiqdədir. Bəli, ikisi də təsdiqdədir. Quruluşsa tərkibində leksik şəkilçisi varsa düzəltmədir. Hər ikisi qayıdış növdədir. Döyünür, ürəyim döyünür. İşi özü öz üzərində icra eləyir. Bu qayıdış növdədir. Amma qapı döyülür deyiriksə bu məhsul növdədir. Demək cavabımız olur B variantı. Hər ikisi feilin xəbər şəklindədir. Zaman şəkilçisi var. İkisində də indiki zaman şəkilçisi. Demək ki, hər ikisi feilin xəbər şəklindədir. Hər ikisi cümlənin feili xəbərdir. Bəli. Hər ikisi indiki zamandadır. Bəli. Cavabımız olmalıdır B variantı.